Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil fərəcəhum. Əziz və dəyərli müsəlman bacı qardaşlar, bildiyimiz kimi mübarək Ramazan ayı ilahi ziyafət süfrəsi artıq bitmək üzrədir. Allah Teala bu ayda tutduğunuz orucları, qıldığınız namazları, etdiyiniz duaları, verdiyiniz iftar süfrələrini, saxladığınız Qədir gecələrində əhyaları bu ayın hörmətinə və bu ayın şəhidi Mevla Əmirül Möminin aleyhisselamın hörmətinə həm sizlərdən və həm də bizlərdən gözəl surətdə qəbul etsin. Biz artıq Fitr bayramı gününün astanasındayıq və fürsətdən istifadə edib fitrə zəkatına aid olan bir məsələyə açıqlama verməklə sizin diqqətinizi bu mövzuya, bu konuya yönəltmək istərdik. Şəriət hökmləri risalələrində fitrə zəkatı hansı maldan, hansı puldan, paradan ödənilməlidir mövzusuna aid bir şəriət məsələsi var. Yəni, haram maldan, haram puldan, paradan fitrə zəkatı ödənilməz. Öncədən deyim ki, bu məsələ illik xumus ödəyənlərə aid deyil. Bu məsələ, açıqlama verəcəyim bu məsələ illik xumus ödəməyənlər üçündür. Əziz və dəyərli müsəlmanlar, ay boyu çəkdiyimiz zəhmətlərin qəbulü üçün fitrə zəkatı ödənilmək şərtdir. Fitrə zəkatının ödənilməsi şərtdir və fitrə zəkatının da pak, təmiz puldan ödənilməsi şəriət nöqteyi nəzərindən o özü də bir şərtdir. Bu baxımdan illik xumus ödəməyən müsəlmanlar əllərində olan ümumi məbləğdən bir miqdar ayırıb, öncədən o ayrılmış pulun, paranın xumsunu kənara qoysunlar, qürbətən iləllah qəsdi ilə. Sonra təmizlənmiş pulun, paranın, xumsu ödənilmiş pulun, paranın qalığından fitrə zəkatını ödəsinlər. Məsələn, bu il fərz edək ki, bir ailədə 5 nəfər, 5 kişi vardı. Hər bir ailə üzvünə $2 fitrə zəkatı elan olunub, qərar verilib. 5 nəfərin fitrə zəkatı $10 eləyir. Zəkatı fitrə ödəyən şəxs öncədən əlində olan məbləğdən, məsələn, $15 götürür, $15-ın 5-dən birini qürbətən iləllah qəsdi ilə xumsunu kənara qoyur, yerdə qalır $13. Bu $13 olur pak pul, təmiz pul və bu əldə qalan bu puldan, paradan zəkatı fitrəni ödəsinlər. Və onu da qeyd edim ki, ayrılmış xumsu zəkatı fitrəyə qarışdırmaq olmaz. Zəkatı fitrənin ünvanı, xərcləmə ünvanı ayrı bir şəraitdir. Ayrılmış xumsun ünvanı isə tam ayrı bir məqsəd və amaclarda sərf olunur, xərc olunur. Odur ki, bu mövzuda hər kəs zəkatı fitrəsini təmizlənmiş puldan verirsə, xumsunu yaşadığı şəhərin, yaşadığı məhəllənin ruhanisinə, şeyxinə müraciət eləsin, xumusunu ayrıca təqdim etsin. Ayrılmış xumusu zəkatı fitrəyə qatmaq olmaz. Odur ki, bizim ibadətlərimizin və çəkdiyimiz zəhmətlərin şəriət hökmlərinə uyğun yerinə yetirilməsinin dəlili budur ki, inşallah bu zəhmətlər, bu ödənilən vergilər, İslam vergiləri, şəriət vergiləri Allahın dərgahında qəbul olar. Allaha əmanət olun.